Həftəlik bürcülər balıq, xərçəng, rəb bürcülərini 29 dekabrdan 5 yanvara doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar çox belə qəribə bir hərəkətdəsiz. Qırıq-qırıq addımlarla hərəkət edir. Sanki yarımçıqlığınızdan çıxa bilməyəcəyiniz bir nüansdasınız. Daha çox ailə və şəxsiyyətlə əlaqədar aktivləşməni özünüzdə çox ciddi bir şəkildə düşünün. Çünki ailə və şəxsiyyətlə əlaqədar o qədər boşluqlarınız var ki, sanki tamamlana bilmirsiniz, özünüzü dərk edə bilmirsiniz, hiss və emosiyalarınızı idarə edə bilmirsiniz. Həftənin sonlarına doğru tam dəyişəcəksiniz. Hər şey balıqlar transformasiya edici bir formada aparacaqsınız və şansınızı, uğurunuzu, həyatınızda olan yarımçıqlıqları, gizli olanları, parçalanmış bir nüansları dəyişəcəksiniz. Və bu sizi həqiqi mənada pozitiv bir alana doğru çəkəcək və öz istədiyiniz kimi güclənmə, öz istədiyiniz kimi yenilənmə tam aktiv bir formada davam edəcək. Sadəcə mən narahat edən məqamlardan biri bilirsiniz nədir? Sizin sağlamlıq olaraq özünüzə dəyər verməməyiniz və ətraf olaraq, mühit olaraq insanların mənfi aurasını özünüzə stabil şəkildə maqnit olaraq çəkməyinizdir. Bunun qabağını ala bilsəz, balıqlar özünüzü belə deyim də 81% qədər həftəniz uğurlu edə bilərsiniz. Çünki negativdən pozitivə doğru aktivləşməyiniz sizin hər bir alanda yarımçılıqları tamamlanmağınız deməkdir. Həftənin sonlarında həyatınızda olan çatışmayan puzzle'ları özünüzlə birləşdirib yeni bir alanda özünüzü aktivləşdirməyi bacaracaqsınız. Və bu çox uğurlu olacaq. Çünki özünüzü yeni mən olaraq kəşf edəcəksiniz. Xərçənglərə gələndə xərçənglər bu həftə o qədər güclü olacaqsınız. Yəni təsəvvür edə bilməyəcəyiniz qədər güclü, həyatınızda olan bütün bariyerləri aşacaqsınız. Nə maneələr varsa bütün maneələri aşıb özünüzü yeni bir alanda, yeni bir başlanğıcda gücləndirmək mükəmməl formada bacaracaqsınız və ən çox da xərçəng qadınlar o qədər güclü, o qədər emosional, o qədər idarə edici imperatriça kimi olacaqsınız ki, aşa bilmədiyiniz problem, maddi, mənəvi ola bilməyəcək sıxıntıların öhdəsindən gələcəksiniz və övlad, hamiləliklə əlaqədar bütün enerjilərinizi stabilləşdirəcəksiniz. Ümumi xərçəngləri stabilliyin götürsək çox uğurlu bir məqamdır. Çünki istəklərinizə görə xərçənglər bu həftə bizi istədiyiniz kimi idarə etməyi bacaracaqsınız və həyatınızda olan yarımçıqlar, qəfəslər nədirsə, onları yeni bir alana doğru aparacaqsınız. Və sadəcə narahat edən məqamlar onurğanızda olan narahatçılıqlar və onurğa sütununuzdan boynunuza doğru gedən enerjilərin qırıq-qırıq olmasıdır. Bu sinirsel ola bilər, bu fəqərələrdə ola bilər, bu duzlaşma ola bilər. Biraz bunlara fikir verməyiniz daha yaxşıdır. Bir də böyrək enerjinizə fikir verməz. Ümumi həftəniz uğurlu olacaq. Çünki çox güclənmiş bir vəziyyətdə xərçənglər davam edəcəksiniz. Tərəzilərə gələndə tərəzilər pozitivi, amma yeni daxili təklifizdəyik. Xərçənglər pis həftə deyil bu həftə sizə. Sadəcə olaraq daxili təklifizdə qocalmış bir insan kimi özünüzü nədən əqrəblər, çox üzr istəyirəm, əqrəblərə gələndə. Əqrəblər daha çox belə deyim də, nədənsə bloklanmış bir vəziyyətdə olacaqsınız. Nədənsə elə bil ki, daxili qocalığınızda zaten əqrəblər təklik sevən insanlardılar. Özünüzü tam istədiyiniz kimi aktivləşdirə bilmirsiniz. Amma buna baxmayaraq əqrəblər çabalarınız bu həftə çox olacaq, emosionallığınız çox olacaq. Bu həftə daxili təklifinizdə olacaq. Hər şey pozitivdir, amma siz yenə kölgədəsiniz. Yenə günəşi görmürsünüz. Yenə qaranlıqda dayandığınız bir məqamlar var. Sanki şansınızı geri çəkəcəksiniz və özünüzü tam istədiyiniz kimi aktivləşdirməni görmürəm. Ümumi dəyərləndirsək pis həftədə deyilsiniz. Şansınız da var. Ailəvinizlə də tamamlanmağınız, maddi enerjilərinizin də stabilliyi var. Zamanı idarə edici bir vəziyyətdəsiz. O kölgə vəziyyətindən çıxmalısınız. Əgər kölgə vəziyyətindən çıxmağı bacarsanız, 84%-ə qədər əqrəblər özünüzü gücləndirə bilərsiniz. Bir də ən əsas bir məqamda zəhərlənmə, mədə-bağırsaq sistemimizdə, mədə-altı vəzdə bəzi problemlər ola bilər. Əqrəblər onlara fikir verməlisiniz.